Hamıya salam, kanalıma xoş gəlmisiniz. Bugün yeni bir vlog çəkirəm. 6-cı gündür deyə biz ailəlicə fikirləşdik, yığışaq və gedək bağa dincəlməyə. Səhər tez bazar hazırlaşıb taksi sifariş elədik və yollandıq bağa. Bağ Mərdəkandadır, düz 1 saatlıq yoldur və nəhayət gəlib çatdıq. İstəyirəm sizə buraları biraz göstərim. Baxın, burada çoxlu yamyaşıl ağac var. Evə xüsusilə bir rahatlıq və istilik qatır məncə. Əlbəttə ki, hovuz, onsuz bağ mən təsəvvür elə bilmirəm. Həm də yay mətbəxi də var və manqal zonası. Harada ki, bugün dadlı bir kabab pişirəcəyik. Təbii ki, gələn kimi özümüzü suya atdıq, həm çimdik, həm də biraz uzanıb günəşləndik. Yaxşı bir qonaq kimi mən də fikirləşdim ki, salat hazırlayayım. Çoban salatı hazırladım. Tərkibində hər şey bildiyiniz kimidir. Pomidor, xiyar, göyərti və soğan. Burada manqal da var idi. Fikirləşdik kebab eləyək və manqalı yandırdıq. Ət isə bir gün əvvəldən marinad olunmuş quzu əti idi və biz bu kebabı şişlərə çəkməyə başladıq. Əslində biz yox, mama. Düzünü desəm, mama birinci dəfə idi kebab pişirirdi. Qorxduq ki, ac qalarıq, ona görə də hər ehtimala qarşı tavada kartoflu mal əti pişirdik soğus kimi. Bu sizə dediyim həmin o sousdur. Ət təxminən 2 saat pişdi. Ağzımızda əriyirdi. Kartofu, soğanı isə və pomidor sonradan əlavə etdik. Əlavə olaraq qarpız və yemiş kəsdik. Təbii ki, bu mənim salatım və kebabımız da hazırdır. Я должна была его поймать, понимаешь? Ничего не хватит. Вот, молодец. Давай. Artıq növbəti gündür. Səhərimizi əlbəttə ki, kofli açdıq. Hovuz kənarında kofesiz necə keçirmək olar bilmirəm. Sonra səhər yeməyimizi yedik, biraz çimdik, qaraldıq və artıq evə qayıtdıq. Yenidən istirahətə qayıtmağı nə qədər çox istəsəm də təmizlikdən qaçış yoxdur. Ona görə keçdim otağa, oradan başladım yığışdırmağa. Təmizliyin daha tez və maraqlı bitməsi üçün adətən arxada sevdiyim musiqi ya serial qoşuram. Sonra isə keçdim paltarlara. Özünüz baxın, cəmi 2 günün içində görün nə qədər paltar yığılıb. Hələ bu göstərdiyim yalnız bir hissəsidir. Qalanı çəkmədim çünki o qədər çox idi ki, adamın gözü qorxurdu. Paltarları səliqəli qatdaladım və yerbəyer etdim. Bir sözlə çox böyük bir təmizlik işi görüldü. Sizdə də belə paltar tez-tez yığılır, yoxsa təkcə məndə belədir? Gündə neçə dəfə paltar yığanı qoşuruq, amma yenə də bitmək bilmir. Sonra isə keçdim makyaj masaya. Çünki gördüyünüz kimi yenə bardaq, hardan bardaq olur bilmirəm. Ya da bilirəm, bacım işə gedir deyə hər şey orada saxlayıb gedir. Əvvəlcədən deyirəm ki, yığışdırıb get, amma əlbəttə ki, məni eşitmir. Həmçinin kravatı da yığışdırmayıb gedib. Mənə qalıb hər şey, ona görə də mən yığışdırmalıyam. Və həmişə kimi Rıjıq da mənə kömək eləyir. İndi yaydır, istidir, ona görə də çox tökürlər.
Hər dəfə onun tüklərini təmizləməli oluram. Tək onun yox, o birisinin də. 2 qat işim var demək olar. Bu yapışqanlı rolik mənim köməkçimdir. Bir dəfə keçmək bəs eləmir. Gərək üstündən bir neçə dəfə keçəsən. Evdəki bütün kravatlar, bütün divanlar eyni belə təmizləyirəm. Əlbəttə ki, tozsoran da eləmək lazımdır. Ona görə də ilk olaraq bizim otaqdan başladım. Oranı tozsoranlayan sonra isə keçdim o birisi otaqlara. Axşamüstü isə anamla getdik mağazaya biraz alış-veriş eləmək üçün. Həm də ıslaq kek hazırlamaq istirdim çoxdandan. Axırda sizə göstərəcəm resepti. Ümumi 62 manat xərclədik. Məncə yaxşı qurtardıq. 30 dənə yumurta aldıq. Makaron. Belə. Bu kadar. 5 paçka makaron aldık. Sonra kıyçka. Bir tane soğuk. Sonra iceberg kalemi. 2 tane çörek. Süt. Tereyağı. 2 adet 20% olan hamam. Yağ. Kakao. Islak kek pişireceğim. Onun için almışım. Sonra kabartma tozu, şekerli vanil. Bir tane de kofe. Sonra bu kadar. Nəhayət ki, o möhtəşəm ıslaq keksin reseptini paylaşıram. Çox asan olacaq və çox dadlı alınır. Bunun üçün 3 ədəd yumurta götürürük və 100 qram şəkər tozu ilə yaxşıca qarışdırırıq. Sonra 150 qram əridilmiş kərəyağı əlavə edirik. Yaxşı qarışdırandan sonra 150 qram un, 1 paket qabartma tozu, 1 paket vanilin və 4 xörək qaşığı kakao əlavə edirik. Kakao hansını istəsəz götürə bilərsiniz. Məndə bundandır. Məncə bu ən dadlısıdır. Onları da yaxşı qarışdırıb sobaya 180 dərəcə 30-40 dəqiqə qoyuruq. Və propitka üçün mən götürdüm süd, 1-2 stəkan, 1 xörək qaşığı nişasta, 3-4 xörək qaşıq kakao və şəkər tozu. Zövqə görə mən 3-4 qaşıq əlavə elədim. Hazırladığımız bu ilıq sousu sobada pişən isti keksin üzərinə tökürük və gözləyirik ki, canını alsın.
Sizə səmimi deyirəm, bu indiyə qədər daddığım ən ləzzətli keksdir. Çünki şokolad və kakao dadını sevənlər üçündür. Məncə bu desert əla olacaq. Ona görə də mütləq hazırlayın. Video xoşunuza gəldisə mütləq rəy bölməsində yazın və kanala abunə olmağı unutmayın. Növbəti görüşlərədək.